Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizlərə Xırdalanda, Köhnə Bazarın yaxınlığında, Xırdalanda ən elit yaşayış binalarından birində 16 mərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 64 kvadrat metrdən ibarət, qanuni bir otaqdan 2 otağa düzəlmə, əşyalı satılan bir mənzil çəkib təqdim edirəm. Mənzil sənədi çıxarış kupsadır, mənzil nəqd pula satılır. Mənzildə əşyalardan 1-2 əşya götürüləcək dəyərli izləyicilər. Bütün əşyalar hamısı saxlanılacaqdır. Alıb yaşamaq və kirayə vermək üçün əla bir variantdır. Qonaq otağı zalına təqdimat aparmışıq. Çox geniş bir qonaq otağı zalı var dəyərli izləyicilər. Mənzilin mətbəxinə keçid qonaq otağı zaldandır. Sizə təqdim edək. Mənzil düzəlmə bir mənzildir. Bura mənzilin qonaq otağı üzrə mətbəxidir. Görürsünüz. Və mənzilin eyvanına keçid də burdandır. Eyvanda plastiklə bağlanılmışdır. Kombi aparatı var, qaz sayğacı var. Çox əla tərkiblərdən biridir. Mərkəz yerdə yerləşir. Məktəb, bazar, dayanacağa, bütün infrastruktura yaxın bir ərazidədir. Dəhlizdən təqdimata davam edirik. Geniş bir dəhlizi var. Dəyərli izləyicilər gördüyünüz kimi. Və mənzilin giriş qapısıdır. Mənzilin sizə təqdim edirik sanitar qovşağını. Ümumi sanitar qovşaq var. Burada bütün aksesuarlar da təchiz olunmuşdur. Hazır köçəkə bir mənzildir, orta bir mənzildir, qarşısı açıqdır, qarşısının kesin hündür mərtəbəli tikili yoxdur və mənzilin yataq otağı girişdən daxil olduqda, gəlişdə sağ tərəfdə burada yataq otağıdır. Burada da bir qədər əşya çox olduğuna görə balaca görünür, amma normal sahəyə malik bir yataq otağıdır. Burada uşaq kravatı var, digər əlavə əşyalar var, ona görə belə görsənir. Döşəməz laminat döşəmədir. Bina tam yaşayışlı, qaz, su, işıq, 2 sürət lifti, yeraltı 2 mərtəbə dayanacağı vardır. Mənzil barədə ətraflı məlumat üçün müraciət edə bilərsiniz. Qiymət açıqlama bölməsində elan edəcəm. Əgər sizin Xırdalan şəhərində hər hansı satılan maşınınız varsa, mənzil satırsınızsa, mənzil almaq istəyirsə bizə müraciət edin. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.